Bunlardan istifadə edib necə yazırıq? Burada əsas iki şey var, unutmamaq lazımdır. Əgər 90 üstəgəl və ya çıxılsın alfa, yəni bunu pi bölünsün 2 üstəgəl çıxılsın alfa kimi də yazırıq. 270 üstəgəl və ya çıxılsın alfa, yəni 2-də 3 pi üstəgəl və ya çıxılsın alfa. Bundan istifadə ediriksə, məsələn görürsünüz, burada yazmışıq, sinus 270 çıxılsın 45. Deyirik ki, adı dəyişir. Nə deməkdir bu, indi adı dəyişir dediyimiz nədir? Sinus keçir kosinus olur, kosinus da keçir sinus olur. Tangens kotangensə keçir, kotangens tangensə keçir. Daha sinus tangensə, nə bilim, kotangens kosinusa, kotangens sinusa keçmir. Sinus kosinus arasında yer dəyişir, tangens kotangens arasında yer dəyişir. Yəni, demək istədiyim nədir? Məsələn, sinus, tutaq ki, bu 225-in yerinə yazırıq, sinus 270 çıxılsın 45 yazıramsa, 270-dən istifadə etdiyimə görə adını dəyişib edirik kosinus. Artıq da bununla işimiz yoxdur. Götürürük 45 dərəcəni. Bunu da qeyd elədikdən sonra baxırıq indi ilk verilən bucaq hansı rübdə yerləşir ona. Neçənci rübdür bu? 3. Sinusun axtarıq da, düzdür? 3-cü rübdə sinusun qiyməti nə olur? İşarə olaraq. Mənfi. Ona görə buraya yazırıq mənfi sinus, kosinus 45. Başa düşdük? Bir başqasını yazın. Məsələn, yazıram burada tangens, tutaq ki 120 dərəcə. 90-dan istifadə edib yazaq. Yazıram buradan tangens 90 üstəgəl 30 olur. Buraya elə bir qiymət yazmalıyıq ki 90-la onu toplayanda 120-ni versin bizə. İndi 90-dan istifadə etdiyimizə görə adı dəyişir deyirik. Tangensi olacaq kotangens, kotangens 30. İndi rübünü və işarəsini təyin edək. Neçənci rübdür? İkinci rüb. Tangensin işarəsi nədir? Mənfi. Ona görə kotangens 30 yazılır. Başa düşdük? Elə ola bilər ki, məsələn, tutaq ki, buradan yazıram. Kosinus 315 dərəcə. Oldu mu? Bu bərabərdir. Yazıram buradan kosinus 270 üstəgəl 45 dərəcə. Oldu? Bərabərdir. Nə eləyir bu? Sinus 45 yazırıq. Niyə? Çünki 270-dən istifadə et. İndi sinus 45 3-ün 4-cü rübdür da bu. 4-cü rübdə mənfi də olsa verilənə baxırıq. Kosinus 4-cü rübdə nədir? Müsbət. Müsbət desə deyirik ki sinus 45 müsbət qiyməti olaraq yazırıq ora. Da işarəsini dəyişir. Başa düşdük? Yəni 90 və 270 olanda adı dəyişir. Verilən bucağın yerləşdiyi rübünə görə də işarəsini təyin edirik.